məktəb imtahana qədər nə qədər olur, imtahan sonra nə olur? Sona qədər, dinləməkdən danışır. Baxın, mən imtahana qədər oxumamışam, yatmışam. Toplayıram 20 bal. Aydın xanım əziyyət çəkir. Oxuyub, toplayıb 48 bal. Kiminci imtahanda buraxılmışdır. Yüksək ala bilərsə, Rəhbər xanım gözləyir. Aysel xanım imtahanlarını hazırlaşır, topladı 50 bal və yaxud 40 bal. 89 baldan, 88 baldan aldı yüksək nəticə. Mən bura qədər oxumamışam. Amma imtahanda sualları götürdüm, oxudum, əzbərlədim, test. Getdim, topladım, mən də 40 bal. Aysel xanımın bu tərəfdən topladığından üst-üstə gələn Aysel xanım zaten yüksək bal olur. Onsuz da yüksək alır. Nəysə, ondan aşağı alır. Bu tələbənin haqqını pozmur. Buna biz qarşıda bilmək. Onda oxuyanda belə çıxır ki, oturacaq 2 ay mənim qarşımdakı, onsuz mayda, indi gələn semestri deyirəm, onsuz mayda müəllim testləri verəcək, burada işləyəcək. Gündə qalxıb mənə dərs danışmayacaq, gündə mənlə bərabər lövhədə dərs işləməyəcək. Gündəlik dərsə olur, gündəlik qiymət verirsən. Onun imtahana aydın. Ya zaten uşağın dediği yaxı budur. Zaten uşağı bir qorxuduruq ki, imtahandan keçənməyəsən, qorxutmaq deyəndə hər sözü belə abartmaq lazım deyil də, yəni ki, başa salırıq. O mənada ki, imtahandan kəsilərsiniz. Zaten bir zar-zor diqqətini çəkirik ki, bir oxusun, narahat olsun ki, imtahandan keçməlidir. İmtahandan qorxusu yox. Dərs prosesimizdən alacağı, baxın, silabus nə üçündür? Silabusda deyirsiniz ki, imtahana görə siz sərbəst işdən qiymət alacaqsınız? Yox. Deyirsiniz ki, məsələn, sərbəst işi deyirəm də, indi siz hər kəs öz silabusda qiymətləndirmə imtahana qədər göstərilir. İmtahanın qiymətləndirilməsi silabusda var mı başqa? Amma imtahanın onun sizin imtahana qədər qiymətləndirmənizdə tam birləşmə rəhbərləri dəxli var. Mən imtahana qədər verəcəyim o sərbəst işlər, qiymətli balı toplamanın meyarları var. Davam yer, sərbəst iş. Siz buna görə qiymətləndirib gətirirsiniz. İmtahan artıq sizdən çıxır. İmtahan tələbənin məsuliyyətidir. Amma imtahanda o tələbə sıfır nəticə göstərirsə, o müəllimin nəticəsidir. Müəllimin, o kişi müəllimin nəticəsi deyəndə bunu keçən dəfə də mən demişdim. Bu tələbə 11 il məktəbdən o MİQ imtahanı keçmiş müəllimlərin əlindən, mən gətirdiyim tələbəyə baxıram, mənə 11 ilin izahatını, məndən 11 ilin izahatını soruşmayan hansısa nazirlik mi deyim, kimsə gəlib məndən 3 ayın nəticəsini soruşa bilməz. Oxumayan 11 ildə oxumayıb, 3 ayı da oxumayıb. Məni dinləyin. Baxın, mən bakalavırda geçmediği ama için olmayan fənləri bu. Və mənə müəllim proqram verir, silabus qoyur, şərtlərini qoyur. Deyir ki, bu dərsləri keçəcəm, sonra bunu yiyir. Siz tələbəyə nəyi keçirsizsə, onunla imtahanını edirsiniz. O tələbə sizə qədər nə keçir, nə oxuyur, nə öyrənir. Onun nə bizə, nə də hansısa müəllimə ayrılır. Siz ümumi eləmirsiniz. Siz semestr ərzində nəyi keçirsizsə, həmin o keçdiyiniz proqram əsasında imtahanı edirsiniz. Və tələbə o proqram əsasında imtahanı edir. Tələbənin ümumiyyətlə qavrayışı yoxdur, onu demək istəyirəm. Mən niyə ona cavabdeh oluram ki, ümumiyyətlə bu tələbə 11 ildə bir nəticə yığa bilməyibsə, 3 ayda, xeyr, İngilis dilində onunla gəlirlər. İngilis dilində yaza bilmirlər. Adı, mən öz fənnimə deyirəm zaten, başqa fənlərə demirəm. İngilis dilində hərf tanımayan tələbə vermirəm, bəs niyə mənim mənfi, əgər imtahandan 0 alsa, keçənməsə mənim mənfi müəllimliyim olur? Niyə olur? Əgər qrupda 10 nəfər tələbədən siz on nəfər tələbədən 8-i 2 alırsa, burada müəllimin fəaliyyəti sorğulanmır. Əgər 10 nəfər tələbədən 2-si 2 alır, 8-i 3, 4 və 5 qiymətlər alırsa, müəllimin fəaliyyəti sorğulanmır. İndi inşallah onu imtahanda görəcək. Mən oturub onların testini işləyirəm. Günay xanım, biz nə müəllimin haqqında bilirik, nə müəllimin
İndiyənə qədər burada müəllimin nüfuzu olmuyor, bunu hamı yaxşı bilir. Jurnallar da bağında qoyulur ki, bu tələbəyə buna bunu yazılacaq. Etiraz səhv deyirəmsə, bir nəfər desin ki, səhv deyir. Və bugün sizin heç bir haqqınıza biz girmirik. Tələbənin də haqqına girmirik. Və sizdən Məsələnin sahibi yararlı, önəmlə yanması, tələbəyə sualı verməlidir. Əgər verməsəniz, buna etiraz etsəniz, biz də onu sənət göstərib, akt göstərib, tazı tədbir edəcək. Çünki sabah tələbə deyəcək ki, mənim bizə sualı vermədi. Və bu böyüyəcək, valideyn gələcək, etirazlara səbəb olacaq, necə olur ki, digər müəllimlər verir, o müəllim verilir. Belə qaydalar və sizi məsələnin daxil insan qaydalarını pozduğumuza görə biz məcbur tədbir görməliyik. Yəni, biz sizdən heç nə tələb etmirik. Sadəcə olaraq qaydalara əməl etməyinizi də mən qaydadan kənar məsulədiyində fikirləşmirəm. Həmən mövzulardan düşən sualları orada əli yazırsa, burada vəli ilə işlədirəm. Bütün gün eyni mövzuların hansı ki, düşübün, hansı suallarını işlədirəm. Mən şəxsən, nə əlimlə, nə telefonda uşaqlara test atmayacam, mümkünü yoxdur, atmaram. Nə lazımdır? Buyurun, atlaşdırın, eləyin. Burada iştirak edən hər kəs, məsələnin ciddiyyətini gördünüz. Mən sual atmaram. Kağıza çıxartmaqda. Atmaram. Hayır. Siz de sonunda başqa Bəli. Niyə? Mənə tapşırıqlar ki, imeni sən əlinlə haqqın yoxdur tələbiyə. Siz harada işləyir? Qorun qohumun tapşırıq. Bəli. Mənim qorun qohumum var. Buranı idarə eləmir, mənə köməkdarlıq eləyir, idarə eləyir. Xeyr, mənə deyirlər ki, sənin qayda, qanunun haqqın mənim, sizin yox, sizin ola bilər haqqınız. Müəllim, mən sənin qaydalarına hörmət edirəm. Müəllim, qayda, qanun deyəndə ümumi qanunlar olur. Sizin qohumlarınız, sizin şəxsi həyatınız haqqında sizə qərar verməkdə kömək edirlər. Hər bir cəhətdən, mənim onlara güvənməyimdən asıldır. Mənə deyirlər ki, sənin haqqın yoxdur, hüququn yoxdur, imtahan sualını uşağa paylamağa. Mən Universitetin divara vurulur. Bax, dekabr ikisi burada var. Ay müəllimə, mövzunun adı ola bilər. Test mi? Uşaq oxuyur, dekabr ikisi. Ay sözündən mən ata bilmərəm. İcazə verin. Günay xanımla biz 11 il bir yerdə oxumuşuq. Yardım da olmuşuq. Yəni heç bir problemimiz olmuyor. Bütün tərəflərdə bir yerdə arkadaşmışıq. Sizdən sadəcə bir yaxın adam bilmiş sizdən soruşuram. Məsələn, sən də deyirəm, yəni o münasibətimizdə oldu bizə. Sizin bizimlə nə problemimiz var? Onu aydınlık et. Xahiş edirəm. Sizlə problemi? Bax, bir dərsin alırsan, dərsin alınmıyor. Nə demişsən, gəlmişsən ki... Sizlə problemi olduğu hardan çıxır? Çünki mən bunu belə hiss edirəm. etiraz edirsinizsə, biz Baxın, sizin burada o qədər qərarlarınız var. Hansına da gəlib demişəm, bunu dedim. Elə bilməzsiniz. Demərəm də. Mən şəxsimə qərar vermirəm. Bunu demərəm də, mənim nəyə lazım? Necə dəqiqə, tək qərar verdiyim məsələni səsləndirin ki, mən qərar verib gəlib elan eləmişəm ki, bu qərarı mən qəbul eləmişəm, əməl edin. Yaxşı, hansı qərarınıza mən etiraz eləmişəm? Bu çünki birbaşa mənə aiddir. Bunu mənə edirsiniz. Mənə deyirsiniz ki, tespit ver tələbiyə. Mən də bilmirəm. Ki, rəhbərlik deyib, mən də deyib. Rəhbərliyin onu bizdən tələb elədiyinə aid bir sənət, bir yəni sabahki gün, sabah bu pedaqoji şura mənim yanımda durub deyəcəkmi ki, bəli. Hayır, məhkəmədə asırır. Ola bilər, hər bir şey ola bilər. Siz ne bilirsiniz? Mən əlimlə heç nə atmayacağım. Nə də tədbir lazımdırsa, buyurun elə. Öğrencilik olsun da, onu sizden... Niye öyle bir qərar oturuyor? Ay müəllimə, mən gəldən nədən mənim məstəylə heç bir dərdim yoxdur.